Prezident İlham Əliyev Qazaxstana dövlət səfərinə yola düşür. Təyyarəmiz Xəzər dənizi üzərindən keçməklə 3 saat ərzində Astanaya çatacaq. Bu bizim orada eniş sistemimiz, aeroport. Dövlət səfəri dövlət və hökumət başçılarının səfərləri arasında ən ali statusa malik olan səfərdir. Azərbaycan prezidentinin Qazaxstana dövlət səfərinə Astana hava limanında xüsusi hazırlıq görülür. Azərbaycan prezidentinin qarşılanma mərasimində Fəxri Qaravul və prezident orkestri iştirak edəcək. Havalimanında Azərbaycan liderini Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin şəxsən qarşılayacağı gözlənilir. Xalça yerə sadəcə sərilmir, həm də bağlanılır, bərkidilir. Küləkli hava şəraitini nəzərə alaraq. Düzdür, Astanada o qədər də küləkli hava hökm sürmür, amma hər bir halda bu halda istisna edilmir. Prezident İlham Əliyevin təyyarəsi qarşılanma zolağına yaxınlaşır. Azərbaycan prezidentini qarşılamaq üçün Qazaxstan prezidenti Kasım-Jomart Tokayev mavi halıda görünür. Azərbaycan prezidentinə Qazaxstan nümayəndə heyəti təqdim olunur. Orta Asiya ilə Azərbaycan vahid tarixi coğrafi məkandır. Fiziki olaraq Xəzər dənizinin ayırdığı bu coğrafiya indiki nəqliyyat bağlantıları, eləcə də bütün sahələrdəki sıx əlaqələr fonunda geosiyasi anlamda da eyni region olaraq qəbul edilə bilər.
Astana şəhər kimi qədim olmasa da yaşayış məskəni kimi qədimdir. Onun qalıqları Tunc dövrünə qədər gedib çıxır. Şəhər olaraq isə o yalnız 19-cu əsrin 30-cu illərində formalaşmağa başlayıb. Astanada qış özünü o qədər də gözlətmir. Baxmayaraq ki, bugün Qazaxıstan paytaxtında hava günəşlidir, ancaq temperatur təxminən 7-8 dərəcəyə qədər düşüb. Ümumiyyətlə, Astana uzun müddətli qışı və isti yayı ilə xarakterikdir. Temperatura rəğmən bizi Qazaxıstanda hərarətlə qarşılayırlar. ...2022-ci ilin avqustunda tərəflər arasında imzalanmış strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında bəyannamə Bakı və Astananın isti siyasi dialoqunun nəticəsidir. İki ölkə arasında bu vaxta qədər 170-dən artıq sənəd imzalanıb, ancaq bu hüquqi baza olmadan da iki ölkə, iki xalq, iki dövlət arasında əlaqələr ilk növbədə tarixi etnik köklərə və bugünkü əməkdaşlıq çağırışlarına söykənir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə də bütün dost ölkələr kimi Qazaxıstan da Azərbaycana birmənalı dəstək nümayiş etdirirdi. İndi post-münaqişə dövründə Azərbaycanın işğaldan azad olmuş ərazilərdə bərpa quruculuq işlərini həyata keçirdiyi dövrdə də Qazaxıstan Azərbaycanın yanındadır. Bunun ən bariz nümunələrindən biri heç şübhəsiz Füzulidə tikilmiş, Azərbaycan xalqına Qazaxıstan dövləti tərəfindən hədiyyə edilmiş Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzidir. Əməkdaşlıq özünü artan ticarət dövriyyəsində də göstərir. Bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Yeri gəlmişkən, ötən ildə əmtəə dövriyyəsində dinamika müşahidə olunub. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50% artaraq 470 milyon dollara çatıb. Azərbaycan və Qazaxıstanı həm də beynəlxalq əhəmiyyət kəsb edən nəqliyyat dəhlizləri birləşdirir. Bugün orta dəhliz şərqdən qərbə doğru uzanan böyük bir layihənin, bir kəmər, bir yol layihəsinin mühüm segmentlərindən biridir. Və bugün Azərbaycan Qazaxıstan üçün Avropaya açılan qapıdır. Bu qapıdan həm enerji dəhlizləri, həm də nəqliyyat koridorları keçir. Əgər 2021-ci ildə orta dəhlizlə təqribən 570 min ton yük daşınıbsa, 2023-cü ildə həmin rəqəm 2,8 milyon tona çatıb. 2030-cu ilə qədərsə illik yük daşımalarının həcminin təqribən 10 milyon tonadək artırılması planlaşdırılır. Təhlükəsizlik yoxlamalarından keçdikdən sonra Akordaya, Prezident sarayının ərazisinə daxil oluruq. Ali qonaqların qarşılanması adətən Akorda sarayının bu hissəsində baş tutur. Sarayın əsas zalını indi Qazaxıstan bayraqları ilə yanaşı Azərbaycan bayraqları da bəzləyir. Okay. Bəzən təbii ki, təhlükəsizlik qaydalarından irəli gələrək bu cür qadağalar da olur. Карту здесь будет? Да. Я здесь. Когда вот siz de orada 200 diyanız. Нет, вы уже. Qarşılanma zamanı operatorların hərəkətinin koordinasiyası üçün öncədən bu cür təlimatların verilməsi olduqca labüddür. Növbəti dəfə ifadəsi təmiz mərzində 6 dəfə göstərir təkcə.
Не надо. Prezidentlərin gəlişinə cəmi 5 dəqiqə qalır və artıq Fəxri Qaraol yerini alır. Və təbii ki, hamı. Nümayəndə heyətləri, operatorlar. Prezidentlərin mətbuata açıqlaması isə bu zalda baş tutacaq. Azərbaycan prezidentinə Qazaxıstan nümayəndə heyəti təqdim olundu. İndi isə növbə Azərbaycan nümayəndə heyətindir və Azərbaycan prezidenti Azərbaycan nümayəndə heyətini ev sahibi Qasım-Comart Tokayevə təqdim edəcək. Azərbaycan və Qazaxıstan liderləri əvvəlcə təkbətək formatda görüşürlər. Bir qədər sonra burada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Azərbaycan prezidentini görüşdə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Mədəniyyət Naziri Adil Kərimli, Energetika Naziri Pərviz Şahbazov və digərləri müşahidə ediləcək. Görünür, çıxışlarda vaxta nəzarət etmək məqsədi ilə hər iki liderin masasında həm də saat yerləşdirilib. Azərbaycan və Qazaxıstanın müzakirə gündəliyinin əsas mövzularından biri heç şübhəsiz nəqliyyat məsələsidir və Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz həmkarı ilə birlikdə dövlət başçılarına olunacaq təqdimat barədə müzakirələr aparır. Azərbaycan nümayəndə heyəti artıq görüş yerinə təşrif buyurdu. Növbə Qazaxıstan nümayəndə heyətinindir.
we are working on. Hazırda üzərində çalışdığımız mühüm layihələrdən biri Transxəzər fiber optik kabel layihəsidir. Onun tikintisinin gələn ilin 3-cü rübündə başa çatdırılması planlaşdırılır. Həmçinin ölkələrimizin IT şirkətləri və startaplar arasında əməkdaşlıq genişlənməkdədir. Azərbaycan startapları Astana Hub'un akselerasiya proqramlarını uğurla bitirib. Bununla yanaşı bir sıra Qazaxstan IT şirkətləri və startapları öz layihələrini Azərbaycanda pilot şəkildə həyata keçiriblər. Protokol xidmətlərinin rəhbərlərinin görünməsinə aydın olur ki, liderlər sala təşrif buyururlar. Dövlət başçılarına orta dəhlizin hazırki imkanları və perspektivləri barədə təqdimat edilir. Azərbaycan prezidenti orta dəhlizlə bağlı xəritəyə Zəngəzur dəhlizi ilə bağlı əlavənin edilməsinin zərurliyinə toxundu. Azərbaycan Qazaxstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk. Bu yaxınlarda hökumətlər arası komissiyanın müsbət iclası oldu. İqtisadi, ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub. əmtəə dövriyyəsi artır və bu təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz birgə investisiya fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi birgə investisiya fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var. İki tərəflik görüşdən sonra liderlər geniş tərkibdə görüşü davam etdirəcəklər. Bu dəqiqədən sonra mətbuatsız. Burada isə bir qədər sonra liderlərin mətbuat üçün açıqlaması başlayacaq. İndi zalda son hazırlıqlar görülür. Əməkdaşlıq istiqamətlərinin geniş olmasını əslində imzalanacaq sənədlərin çoxluğu da təsdiq edir.
İlham Heydəroğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Avqustun 8-də Vaşinqtonda Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeloviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bugün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat, logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq. Gələcək burada başlayır. Azərbaycan və Qazaxıstan prezidentləri Astanada yerləşən Süni İntellekt Mərkəzi ilə də tanış olacaqlar. Beynəlxalq Süni İntellekt Mərkəzi həm Qazaxıstanın bu sahədə inkişaf dinamikasını, həm də əslində innovasiyaları özündə əks elətdirir. Bu, insanın və robotun sinxronlaşdırılmış hərəkətinin proqramlaşdırılmasıdır. Həmkarı isə onu bacarıqlarına görə almışdır. Hesablama taxtası. Köhnə çap və hesablama alətləri Süni İntellekt Mərkəzində yerləşdirilib, digər müasir texnologiya vasitələri ilə bərabər nümayiş etdirilir. Süni İntellekt Mərkəzi hər iki ölkənin prioritetidir və Azərbaycan və Qazaxıstanın həm də bu sahədə əməkdaşlıq imkanları var. Волоконно-оптической линии по дну Каспийского моря между Актау и Сумгаитом. Протяженность кабеля 380 километров. Стоимость проекта $44,1 миллиона США. Завершение проекта ожидается в октябре 2026 года. Реализация осуществляется по графику. Həmkarımız isə tələsir. Tədbir davam etsə belə, təcili materialları çatdırmaq lazımdır. Səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan və Qazaxıstanı təkcə ortaq tarix, ortaq keçmiş yox, həm də ortaq gələcək birləşdirir. Bunun üçün siyasi iradə, potensial və konkret planlar mövcuddur. İqtisadi əməkdaşlığın, ticarət dövriyyəsinin şaxələndirilməsindən tutmuş rəqəmsallaşma, süni intellekt, nəqliyyat, logistika infrastrukturu kimi müasir sahələrə yönəlmiş əməkdaşlıq razılaşmaları səfərin gələcəyə yönəlik vizyonunu ifadə edirdi.